2025-2026-cı tədris ilindən etibarən ali təhsil müəssisələrində rus dilində tədris mərhələli şəkildə dayandırılacaq. Yeni Sabah teleqrafa istinadən məlumat verir ki, bütün ixtisaslar üzrə tədris yalnız Azərbaycan və ingilis dillərində aparılacaq. Xəbərə görə hazırda rus sektorunda təhsil alan tələbələr avqustun 20-də Azərbaycan dili üzrə dil imtahanı verməlidirlər. İmtahandan uğurla keçən tələbələr müvafiq olaraq Azərbaycan dilində tədris edilən ixtisasa keçiriləcək. İmtahandan keçə bilməyən tələbələr isə təhsillərini davam etdirə bilməyəcəklər. İngilis dilində tədrisə keçmək istəyən tələbələr üçün avqustun 5-dən etibarən onlayn dil attestasiyası təşkil ediləcək. Qeyd edilir ki, bu proses milli kimliyin möhkəmləndirilməsi və beynəlxalq təhsil sisteminə inteqrasiyanın gücləndirilməsi məqsədi ilə həyata keçiriləcək. Elm və Təhsil Nazirliyi məsələni nə təsdiq, nə təkzib edib. Qurumun məsələ ilə bağlı açıqlaması gözlənilir. Bakı heç vaxt Sputnik Azərbaycan ofisinə qarşı heç bir iddia irəli sürməyib və Rusiyalı jurnalistlərə qarşı tədbirlər başqa mülahisələrlə diktə edilir. Bunu Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova Sputnik radiosunun efirində qeyd edib. O bildirib ki, Rusiya və Azərbaycan üçün dostluq münasibətləri son dərəcə vacibdir və onu korulamaq istəyənlər öz hərəkətləri barədə yaxşıca düşünməlidirlər. Rusiya ilə Azərbaycan arasında siyasi münasibətlərin pisləşməsi ölkələr arasında iqtisadi əlaqələrin pozulmasına səbəb ola bilər. Artıq Rusiyanın bəzi dairələri Azərbaycanı iqtisadi məsələlərlə qorxutmağa çalışırlar. Rusiya Prezident Akademiyasının Beynəlxalq Ticarət Araşdırmaları Mərkəzinin direktoru Aleksandr Krabelin də məhz bu kontekstdə danışıb. Onun sözlərinə görə iqtisadi əlaqələr pozulsa, güya Azərbaycan daha həssas vəziyyətdə qalacaq. Hazırda Azərbaycan daxili istehlak üçün Rusiyadan Urals markalı neft alır və öz növünü ixrac edir. Rusiya həm də Azərbaycanın meyvə-tərəvəz satışının əsas bazarlarından biridir. Beləliklə, geosiyasi vəziyyət qızışarsa və ticarət əlaqələri kəsilərsə, Bakı təkcə bazarı və təchizatçısını deyil, həm də logistik tərəfdaşını itirə bilər. Rusiya yerli itkilər və fərdi malların bahalaşması ilə üzləşəcək.